Əziz və hörmətli izləyicilər, möhtəşəm təmirə sahib Dövlət İpotekasından yararlı belə bir 5 otaqlı həyətimiz satışa çıxıb. Çox əla təmirə sahibdir. Birinci və ikinci mərtəbəsi monolitik betondur. İkinci mərtəbənin yekunlu beton kəmər atılıb. Qapısının ağzındakı asfalt yoldur. Əla bir ərazidə yerləşir. Hündür rütubətdən kənar yaxşı bir ərazidə yerləşməkdədir. Bax, giriş qapısını görürsünüz. Trap döşənli bir serjali darvazadır. Burada əlavə piyadalar üçün kaletka qapı mövcuddur. Evin birinci və ikinci mərtəbəsi monolitik betondur. İkinci mərtəbənin yekununda deməli beton kəmər atılıb. Evin daxili hissəsində sizləri tanış edəcəm. Bu gözəl evin təmiri ilə tanış olun. Bax, daxili hissə belədir. Tikinti yüksək səviyyədə həyata keçirilib. Birləşənlər kimi deməli betondan yığılıb, mərmər daşlarla üzlənib. İlk mərtəbə boydan boya isti döşəmədir, dəyərli dostlar. Bax, burada girişdə solda yerləşir. Gözəl zal hissə. Baxın, çöl çırağına kimi asılıb. Radiatordan istifadə olunmayacaq ilk mərtəbədə. Vitraj pəncərələrdir. Şəbəkə ilə yığılıb. Evin öz həyətYəni sahəsinə baxır, ön hissəsinə baxır. Bax, belə bir deməli zal hissə. 5 otaqdan ibarətdir. 139.000 manata təklif olunur. Real qiymətdir və alıcılara yaxşı endirim olacaq. Gəlin mənimlə bu evə baxın. Əlaqə nömrəm səhifədə qeyd olunub. Bir daha qeyd edəcəm. Gəlin baxın. Endirim olunsun. Götürün inşallah. Bax, görürsünüz, sadəcə mətbəx sahəsidir. Mətbəxdə görün nə qədər gülçatır qoyulub. Paltaryan üçün və moydadır üçün əlavə xətlər qoyulub. Qaz xətti mətbəxə daxil edilib. Görürsünüz, bütün növ deməli incə işlər düşünün. Buradan arxa tərəfə də keçid qoyulub. Burada xanımlar paltar yuyur. Bu hissədə rahat şəkildə asmaq üçün fürsət var. O cümlədən də kombo aparatının yeri də burada nəzərdə tutulub. Hündür hasarlı evin öz həyəti, deməli qonşulardan həyət görsənmir. Bu hissə ilə belə tanış olduq. Əlavə olaraq burada yerləşir ilk mərtəbədə belə bir kiçik ölçüyə sahib yataq otağı. Qonaqlar üçün, yaşlı şəxslər üçün və yaxud da ki, gündüz istirahət etmək üçün əla variantdır bu. Üst mərtəbəyə çıxmışız, çünki üst mərtəbə bütünlük yataq otaqlarından ibarətdir. Paralel olaraq burada bir yataq otağının olmağı böyük üstünlükdür. Əlavə olaraq burada yerləşir. Deməli, ilk mərtəbənin sanitar qovşağı, burada əlavə ustaların avadanlığı olduğuna görə bu kilidlənib. Duş kabininə kimi yer qoyulub, üst hissə ilə eyni ölçüdədir, o hissəni göstərəcəm sizə. İki mərtəbəni görürsünüz, kollektor sistemi bu hissədə yığılıb, hər otaq üçün əlavə xətlər nəzərdə tutulub. Qalxırıq buradan ikinci mərtəbəyə. Belə təmirli evlər satışda çox nadir hallarda olur. Masazırda yerləşir Cantəpə ərazisində. Cantəpə ərazisinin üst hissəsində, hamar hissədə 569 və 142 nömrəli marşrut yollarına çıxışı var bu evin. Bax, ikinci mərtəbə qalxdıq. Burada yenə də yerləşir belə bir yataq otağı. İkinci mərtəbədə artıq döşəmə laminatdır. Ev birinci və ikinci mərtəbəsi monolitik betondur və hər iki mərtəbəsi istipoldur. İkinci mərtəbənin isə kollektor sistemi burada yığılıb. Belə oval balkon sahəsi mövcuddur. Tam yaşayışlı böyük evlərdən ibarətdir, 90%. Bu yataq otağı ilə artıq tanış olduq. Keçək burada növbəti belə bir yataq otağı mövcuddur. Qiyməti 139.000 manatda qeyd etdiyim kimi alıcılara endirim olunacaq. Bax, bu da ümumilikdə 5-ci otaq və bura ikinci mərtəbənin sanitar qovşağı. Əvvəldən axıracan cüt kubiklə tikilib birinci və ikinci mərtəbə monolitik beton, ikinci mərtəbənin yekununda beton kəmər atılıb. Fundamentdə 60-ın 60-a karkas beton 16'lıq armaturla hörmətli dostlar. Əlaqə nömrəm 077 744 36 33. Gəlin baxın, yaxşı endirim nəzərdə tutulub. Sağ olun, hələlik.